Mən kapitan Avdiyev Hakim Şakiroğlu 2004-dən 2018-ə qədər orada sıralarında xidmət eləmişəm. Xidmətin vaxtı döyüş tapşırığı yerinə yetirən zaman 2 güllə 4 qəlpə yara salmışdım. Buna baxmayaraq 2024-cü ildə mənim pensiyamı kəsdilər. Ondan sonra mən müraciət elədim. 3-cü ildir ki, müraciət edirəm. Heç bir şikayətlərimə baxmırlar. Buna baxmayaraq mən ən ağır yerlərdə xidmət elədim. Ən ağır, eyni sayılı hərbi hissələrdə xidmət elədim. Xidmətin vaxtı da nailiyyətlərim olub, təltif olunmuşam fəxri fərmanlarla, təşəkkürnamələrlə. Amma buna baxmayaraq mənə heç bir qiymət verilmir. Mən də dövlətimizdən və Ali Baş Komandanımızdan müraciət edirəm, xahiş edirəm cənab Prezident İlham Əliyevə ki, yəni bu barədə mənə dəstək olsun, mənə köməklik eləsin. Bu qədər əziyyətim olub. Onunla belə mən 3-cü qrup 50 ilə çıxdım. Onu kəsiblər, prosto mən onu bilmək istəyirəm ki, mənim prezident təqaüdümü niyə kəsdilər? Yəni bunun nailiyyəti var idi prezident təqaüdünü kəsməyə. Çünki mən orada travma varsa, deməli mənə prezident təqaüdü düşür. Amma buna baxmayaraq prezident təqaüdünü də kəsiblər. Bir dənə müharibə veteranı knižkasına görə 80 manat verirlər. Mən xahiş edirəm ki, bu barədə mənə dəstək olsunlar. Yəni mən üzr istəyirəm, özüm aliment də verirdim. Çünki mənim xəstəliyə görə hərbi biletimdə 156 B yazıldığına görə mən heç bir dövlət işində işləyə bilmirəm. Buna baxmayaraq bu yaxınlarda məni məhkəməyə müraciət elədilər. Məhkəmə orada mənim müraciətimə baxmadı. Birinci mənə 5 manat cərimə kəsdi, ikinci də mənə 20 sutka həbsə göndərdilər, inzibati həbsə. Yəni bu mənə təsir elədi. Nəyə görə? Çünki ən azından 15 il xidmət edən bir hərbiçi, Azərbaycan ordusunun zabiti, Azərbaycan ordusunun qazisi vətəninə görə, bayrağına görə, millətinə görə canından keçən bir zabiti aparıb həbs edirlər. Yəni bu barədə xahiş edirəm ki, mənə başda Ali Baş Komandan olmaq şərti ilə bütün dövlət qurumlarından xahiş edirəm ki, bu barədə mənə dəstək olsunlar. Çünki axırıncı dəfə mən Əllərin Bərpa Mərkəzində komissiyaya gedəndə orada mənə qarşı edilən hörmətsizliyi mən özümə rəva görmədim. Yəni xahiş edirəm ki, yəni mənim o boyda 15 il xidmətim ola, onu başa düşdüm, mənim pensiyamı kəssiz kəs. Heç olmasa məni yenidən hərbiyə bərpa eləməsi barədə xahiş edirəm, yuxarı komandanlıqda bu barədə mənə dəstək olsun. Yaralanılan zaman həmin güllə, eyni vaxtda 2 güllə yarası aldığım vaxt, yəni tutardı mənim şah damarımdan, mən yerindəcə şəhid olardım. Şəhid olmaq bizim arzumuz olub. Yəni hər bir hərbiçinin arzusu olub ki, o şəhidlik şərbətindən içsin. Sadəcə bu hərbi həkim komissiyasında buna biganə yanaşdılar. Yəni elə bir ki, belə də olmalıdır. Yəni ki, sən güllə yaralarını sağalıb, sən tam sağlamsan. Sonra mən getdim Samsun rayon hərbi komissarlığına, orada müraciət elədim ki, məni təlimə göndərsinlər. Təlim vaxtı mən orada özümü göstərim, yenidən hərbiyə bərpa olmaq üçün. Onlar məni yönləndirdilər komissiyadan keçməyə. Mən bütün komissiyadan keçdim, sadəcə gəldim, bir dənə psixiatriyadan mənə problem yaratdılar. Mən orada özümə vurğuladım ki, yəni mən bunu 2017-2018-ci ildə, yəni mən yatmışam, müalicə almışam, sağlamam. Mənə sadəcə orada vurğuladılar ki, ya bu sistemə oturub, bu sistemdən silinmir, ömürlükdür. Mən orada vurğuladım ki, əgər elə bir şey varsa, mən yatım burada müalicə alım, siz mənə baxın ki, doğrudan da yəni məndə psixotiv hərəkətlər var, yoxsa yox. Bunu mənə Əllərin Bərpa Mərkəzində də dedilər. Mən orada vurğuladım ki, mənim o psixotiv dərmanlara ehtiyac yoxdur. Mənim o pensiya vaxtı ildə 2 dəfə gedib məştəqada yatmağa ehtiyacım yoxdur. Çünki dedim, mən sağlamam. Mənim komissiyadan keçəndə, müraciət edəndən sonra, komissiyadan keçəndə mənə sıxıntı yaradan bir dənə psixiatri oldu. Yəni mən də xahiş edirəm ki, yəni bu
təzədən buna baxsınlar. Yəni məndə psixiatrib heç bir hərəkət yoxdur. Ona görə mən əgər pensiyam bərpa olunmursa, xahiş edirəm məni yenidən hərbiyə bərpa eləsinlər. Çünki mən açığı bu aliment barəsində çətinlik çəkirəm, heç bir dövlət işində işləyə bilmirəm. Bununla bağlı mən məsəl üçün məhkəmələrdə öz fikrimi çatdıra bilmirəm, çatdırsam da belə yəni ona baxmırlar. Ki, yəni bu verilməli. Mən də heç bir, yəni ona görə xahiş edirəm ki, sizdən məni ya pensiyamla bərpa eləsinlər, bərpa eləmirlərsə məni yenidən xidmətə çağırsınlar, gedim orada xidmətimi davam etdirim.